Salam, hörmətli izləyicilər. Vətəndaş mənə YouTube kanalısı var verib ki, intiqam məhkəməyə verib. Güya ki, mən saxlama pullarını ödəmirəm ona görə. Və eyni zamanda yazır ki, kupsa almadığına görə ödəmirəm. Kupsana müqavilənin fərqi nədədir? Hörmətli izləyicilər, mən hüquqşünasları Seyidzadə demək istəyirəm ki, insanlar düşünür ki, intiqam yəni kupsa verir, çıxarış verir. Xeyr, intiqam çıxarış vermir. İntiqam sadəcə müəyyən araçlar təqdim etməyə borcludur. İntiqam da müəyyən havada suyu istifadə edir, jekra kimi. İnsanlara araçlar vermir, sənədlər vermir, jekra da vermir. Nəzərə almaq lazımdır ki, deyir ki, bunu bir sonra. İntiqam da beləncə formadan istifadə edir. Bu da qanunsuzdur. Hər kəs müqavilə xidmət haqqını tələb etməyə, yəni hüququ var. İntiqam müqavilədə göstərməlidir ki, hansı xidmətləri göstərir. Ondan sonra nəsə tələb edə bilər məhkəmə qaydasında. Və mən insanlara demək istəyirəm ki, yəni hörmətli izləyicilər, siz düşünməyin ki, yalnız intiqam kupsa verir. İntiqam kupsa vermir. Çıxarışı verir vergi idarəsi. Oradan almalısınız, müəyyən sənədləri təqdim etməklə. Yalnız intiqam bir halda mane ola bilər. Əgər siz kreditlə, daxil kreditlə almışsınızsa, kredit müqaviləsinin vaxtı bitməyibsə, pulu tam ödəməlisizsə, o halda araç verməyə bilər. Digər hallarda istənilən araçları verməyə borcludur. Eyni zamanda jeklər. Nəzərə alın. Vətəndaş evi aldığı gündən sonra, müqaviləni aldığı andan vergi idarəsinə müraciət etmə hüququ var ki, mənə kupsa verəsiniz. Sadəcə intiqam əgərsə hansı bir araçı vermirsə, vəkil sorğusu əsasında götürə bilərsiniz. Problem yoxdur. Əgər vermirsə, məhkəmə qaydasında da tələb edə bilərsiniz. Onu verməyə borcludur. Çox vaxtı nəyə görə vermirlər? Ona görə ki, Fövqəladə Hallar Naziri və digər qurumlar qarşısında öhdəyə götürürlər ki, binanı təmir edəcək və tikdikdən sonra hər şey içində düzgün olacaq, qaz xətti, su xətti standartlara uyğun olmalıdır. Ondan sonra və Fövqəladə Hallar Naziri də gəlir, həmin binanı belə deyək də təyin tərəfi axtarbağı götürür. Bu olmadığına görə çıxarış ala bilmirsiniz. Nəzərə almaq lazımdır. Əsas məsələlərdən biri budur. İnsanları aldadırlar. Zəhmət olmasa videonu bəyənin və YouTube kanalına abunə olun, hamı bilsin. İstənilən alqı-satqı müqaviləsinin 3 il ərzində vergi etmək olur. Əgər sizi aldadıblarsa, sizə qarşı öhdəyi yerinə yetirməyibsə, o halda alqı-satqı müqaviləsinin vergi barədə məhkəməyə ərizə verə bilərsiniz. Eyni zamanda pulları geri tələb edə bilərsiniz. Mən öz təcrübəmə əsasən deyirəm, məni izləyən bir kimi əlilliyi olan şəxsən əlil arabasındayım. Əgər əlilliyi olan şəxslə müqavilə bağlayıb azaldıblarsa, xüsusilə yaşlı şəxslə müqavilə bağlayıb azaldıblarsa, birbaşa yəni vergi etmək olur. Ətraflı məlumat üçün mənim telefon nömrəm videonun izahı yerinə qeyd olunur. Əlaqə saxlaya bilərsiniz YouTube kanalına. Eyni zamanda YouTube kanalında short bölməsində istənilən videonun üzərində var. Və onu qeyd edin ki, hətta intiqam sizə, tutaq ki, məsəl üçün deyək, 100 kvadratlıq ev veribsə, sonra kupsa aldığınız zaman görürsünüz ki, belə deyək də, həmin ev 80 kvadratlı, 90 kvadratlı, həmin pulu da tələb edə bilərsiniz, artıq olan pulu nəzərə alın. Və onu da qeyd edin ki, vətəndaş sual verir ki, müqavilənin kupsanın fərqi nədədir? Müqavilənin kupsanın fərqi onda ibarətdir ki, müqavilə olmuş evi siz bankaya cavab qoya bilərsiniz, sata bilərsiniz, bağışlaya bilərsiniz. Yəni ki, müqavilə olan evə bunları heç birini edə bilməzsiniz. Nəzərə alın. Əsas məsələlərdən biridir. Ona görə kupsa almağa məsləhət görürəm. Yəni çıxarış. Əslində hamı deyir kupsa, onun adı çıxarışdır. Çıxarış almaq lazımdır. Sadəcə insanlara rahat olsun deyə mən də kupsa dedim bu videoda. Və fürsətdən istifadə edin, bir məlumatı nəzərinizə çatdırım. İnsanlar sual verir ki, və suallara niyə cavab vermirsən? Mən sualların əsasında video hazır edə bilirəm. Əgər kiməsə maraqlıdırsa, fərqli qaydada sual istəyirsə, dediyin telefon nömrəsinə əlaqə saxlasın, sualları versin.
Ve bir daha xahiş edirəm ki, YouTube kanalına abunə olmağı unutmayın. Videonu beğenin. Bir de onu qeyd edin ki, yaxın günlərdə WhatsApp qrupu yaradacaq. Həmin qrupa daxil olan şəxslər ay ərzində suallarını verə bilər və yəni kim hansı sual maraqlandırırsa eyni zamanda hüquq məsləhəti ala bilərlər. Simbolik bir şey olacaq. 10 manat, 15 manat aylıq. İndi bu barədə məlumat verəcəyəm növbəti videolarda. Əgər kiməsə maraqlıdırsa dediyim kimi abunə olsun. Eyni zamanda xahiş edirəm ki, ona görə abunə olun ki, mən yaxın günlərdə xeyriyyə aksiyası etmək istəyirəm. Bir yer götürməyəm. Orada həm əziz dostlarımın əl işini satmayam, həm də insanlara güzəştli hüquqi yardım göstərməsi üçün. Ona görə bir xeyriyyə aksiyası olacaq. Kim dəstək olmaq istəyirsə abunə olmağı unutmasın. Vacib bir məsələlərdən biridir. Siz abunə olduğunuz halda və videonu bəyəndiyiniz halda bir bəyənmə 7-8 nəfər videonu çatdırır. Nəzərə alın. Bundan əlavə qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefona hüquq məsləhətinin verilməsi 10 manatdır və eyni zamanda ərizələrdə yazıb e-mail, WhatsApp ünvanı göndərəm. O ayrıca bir qiymətdir. Yəni siz evdən çıxmadan hazır sənədləri əldə edə bilərsiniz. Nəzərə alın. Vacib bir dəstəkdir mən tərəfindən insanlara. Mən bilirəm ki, evində xəstəsi olan var, əyri olan var, az yaşlı uşaqlar olan var, hamilə olan var, çıxa bilmir. Yəni nəzərə alın, belə bir şərait yaratmışam. Yeganə sizdən o dəstək lazımdır ki, videonu bəyənən hamı bilsin. Yəni dəstək olaraq. Dediyim kimi, yaxın günlərdə WhatsApp qrupu yaradacaq. Aylıq ödənişlə 10 manat, 15 manatla sualları orada verə bilərsiniz. Kim istəsə. Ona görə abunə olun ki, xəbəriniz olsun belə bir məlumatlar. Vacib bir məlumatlardan biridir. Eyni zamanda qanunvericilərindən yeniliklər varsa, hamısı bu kanalda olur. Ona görə abunə olun. Və bir daha qeyd edin ki, fərdi qaydada suallar verməsi üçün WhatsApp-a səslə yəni göndərin suallarınızı. Səsli mesaj formasında. Ondan sonra cavab verə biləcəm. Yəni yazılarını oxumağa vaxt olmur. Səslə göndərin ki, suallara cavab verin. Bir də ki, hansı mövzuda video istəyirsinizsə, onu yazın şərh yerinə. Onun əsasında hazır edin. Diqqətinizə görə sağ olun. Bir daha xatırladım ki, bu kanal insanları hüququma maarifləndirmə məqsədilə yaranıb. Sağ olun.